Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun, xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə 500 qramlıq unla halva hazırlayacağım, ürü halvası hazırlayacağım. Dua edirəm ki, hər birinizin evində halva şirniyyat kimi bitsin. Gəlin başlayaq işə. Burada 500 qram un götürmüşəm. İçərisinə mən südlə hazırlayacağım. İstəyə görə su ilə də hazırlaya bilərsiniz. Stəkanın yarısından biraz yuxarı süd götürmüşəm. Onun üzərinə əlavə edirəm, ürü hazırlayıram. Az əlavə edirəm. Südün hamısını əlavə etdim və ürü hazırlayıram. Sonradan ağlıma gəldi, halallıq üçün duz əlavə etmədim. Narın duzdan bir çimdik əlavə edirəm. Narın duz əlavə edin ki, içərisində topa-topa qalmasın. Ürünü demək olar ki, hazırladım belə böyük-böyük. İndi isə xırdalayıcının içərisinə əlavə edəcəm ki, hər biri eyni formada olsun. Bu çox gözəl üsuldur. Məncə siz də istifadə etməlisiniz. 2 dəfəyə əlavə edib xırdalayıb sərəcəm qurusun. Hazırdır. Görün necə gözəl hazırladı. Mütləq siz də bu üsulu istifadə edin. Məncə möhtəşəmdir. Birbaşa əlavə edirəm. Qozmusun içərisinə qoyuram qurumağa. Əgər siz tələsirsinizsə, dəsmalın üzərinə əlavə edin ki, suyu çəkilsin. Mənim hələ vaxtım olduğundan 4-5 saat gözləyəcəm burada qurusun. Halvanın şərbətini hazırlayıram. Bunun üçün mən 2 stəkan yarım şəkər tozu götürmüşəm. Adi belə çay stəkanı ilə, evdə istifadə etdiyiniz stəkanla. Qabın içərisinə əlavə edirəm. Yenə qeyd edirəm 2 stəkan yarım, 500 qramlıq una. Üzərinə stəkan, yəni 1 stəkan, bir də yarımdan biraz az su əlavə edirəm. İndi isə qoyuram qaynamağa. Qaynayan kimi söndürürük, çox qaynatmırıq. Bu şəkər tozunun bu qədər miqdarda su əlavə etdikdə qaynadıb qurutmağa ehtiyacı yoxdur. Qaynayan kimi ocağın altını söndürməliyik. Qoydum ocağın üzərinə qaynasın. Şərbətimiz qaynayır. Üzərinə 1 çay qaşığı limon suyu əlavə edirəm. Daha parlaq və xarlanmaması üçün. 2 dəqiqə qaynadıram. Aşağı xodda, xodunu alıram qazın. 1-2 dəqiqə qaynadıram və söndürürəm. Artıq söndürmüşəm, qoyuram soyunmağa. Qeyd edim ki, halvanı bişirdikdən sonra halvanın şərbətini qoyulmuş unun üzərinə soyuq vəziyyətdə əlavə etməliyik. Qaz yandırdım, üzərinə tavan yerləşdirirəm. İçərisinə yağ əlavə etmişəm. 330 qram yağ əlavə etmişəm. 500 qram unun halvasını hazırlayıram. Yağın dağ olmağını gözləyirəm, yəni tam ərməyin gözləyirəm. Ərdikdən sonra içərisinə 3 saatdır gözlətdiyim umacı əlavə edib qovuracam. Artıq yağ dağ olub, içərisinə onu əlavə edib qazın aşağı ateşində qovururam. İlk olaraq umac bütün yağı özünə çəkir. Baxın, necə özünə çəkir. Yaxşı qovruldukdan sonra yağın verir. Həmin o vaxta kimi biz bu umacı əlimizi saxlamadan qovurmalıyıq ki, həm dibi yapışmasın, həm də bütün umaclar eyni formada qovrulsunlar. Rəngi dönənə kimi qovururuq. Özü qovrulduqda yağın verəcək. Biz belə bastırdığımız zaman üzərinə yağlar çıxacaq. Bu zaman demək olar ki, umacımız qovrulub, şərbəti tökməyə hazırdır. O vaxta kimi bu cür qarışdırırıq. Yarım saatdir qovurmağa davam edirəm. Artıq rəngi çönüb, görürsünüz. Yağı ayrılıb.
Bilmirəm burada videoda görünür ya yox. Yağından ayrılıb səsinə baxın. Bir-iki dəqiqədə qovururam. Bu rəng alana kimi, yəni altını belə çevirdiyimiz zaman narıncı rəng alana kimi qovururam. Mən belə sevdiyim üçün bu cür qovururam. Artıq hazırdır. Yarım saatdır qovururam. 2 dəqiqədə qovururam və qazın altını söndürürəm. Qazın altını söndürdükdən sonra şərbətin az-az əlavə edib qarışdırıram. Yenə qeyd edirəm, şərbət mütləq soyuq halda olmalıdır. İsteğe görə bu cür qızardıktan sonra içərisinə qoz ləpələri də əlavə edə bilərsiniz. Mən bu dəfə etmədim. Sadə formada hazırladım. Baxın, yağı artıq ayrılıbdır. 1-2 dəqiqədə qarışdırdım və söndürürəm altını. İçərisinə şərbəti əlavə edirəm. Qazı söndürdüm. Soymuş şərbəti içərisinə əlavə edirəm. Az-az əlavə edərək qarışdırıram. İlk əvvəl şərbəti döktüyümüz zaman bu cür olur. Yəni duru formada olur. Daha sonra qoyulaşır. Şərbətin hamısını içərisinə əlavə edirəm. Və qarışdırıram. Baxın, artıq halvamız demək olar ki hazırdır. Soyumağını gözləyirəm. Yəni qaynar da hələ tam özünə çəkməyib. Şərbəti gördüyünüz kimi yağı üzərindədir. Yağı üzərindədirsə demək bizim halvamız çox gözəl alınıb. Bu da qovrulmaqdan asılıdır. Səbirlə 35 dəqiqə mən bunu qovurdum. Siz də əlinizi çəkmədən halvanı qovurun ki, sonunda belə nəticə əldə edəsiniz. Bir də onu qeyd edim ki, mən yazdığım resept qrama-qramdır. Yəni bu reseptlə sınayın. Əminəm ki, sizin də halvanız gözəl alınacaq. Halva artıq hazırdır. Tam suyun çəkib, yağı ayrılıb. Baxın. Boş qablara yerləşdirirəm. Boş qaba yığan kimi gördüyünüz kimi yağı ayrılır. Bu formada boş qablara yığıb üzərinə istədiyiniz naxışı vura bilərsiniz. Yığıb servis edirəm. Havaları hazırda üzərinə bəzək vururam və götürürəm. İstədiyiniz formada bəzək vura bilərsiniz.